İstehlak mallarının ekspertizası mərkəzinin xidmətlərindən biri də Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsidir. Bəs bu ekspertizanın keçirilməsi kimə və nə üçün lazımdır? Sifarişçinin müraciəti əsasında ekspertizanın keçirilməsi ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üçün lazımdır. Həmin ekspertizanın nəticəsinə uyğun olaraq Anti-İsar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən sifarişçiyə mənşə sertifikatı verilir. Mənşə sertifikatı isə ixrac zamanı idxal ölkəsinin gömrük orqanlarına təqdim edilir. Saziş iştirakçısı olan dövlətlər arasında sərbəst ticarət rejimindən istifadə etməklə güzəştdən faydalanmaq istəyən hüquqi və fiziki şəxslər agentliyə elektron qaydada müraciət etməklə mənşə sertifikatı ala bilərlər. Mənşə sertifikatının alınması ilə bağlı müraciət agentlik tərəfindən mərkəzə göndərildikdən sonra mərkəzlə sifarişçi arasında xidmət müqaviləsi bağlanır. İcra ediləcək işə görə ödəniş kodu aktiv edilir və sifarişçiyə bu barədə SMS, həmçinin e-mail vasitəsilə məlumat göndərilir. Ödəniş edildikdən sonra müraciət ekspertizanın aparılması üçün icraçıya yönləndirilir. Ekspertiza prosesinin aparılması xüsusi diqqət və peşəkarlıq tələb edir. Belə ki, təqdim olunan sənədlər və yerində baxış əsasında mərkəzin eksperti tərəfindən müvafiq qaydalara uyğun olaraq malın mənşə ölkəsi müəyyən edilir. Elman müəllim, icraatınızda olan işlə bağlı məlumat verə bilərsiniz? Bəli, hazırda icra etdiyim iş 100 ton pambıq məxlucun Türkiyə Respublikasının ixracı ilə bağlıdır. Ekspertiz zamanı təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar olduğuna görə sifarişçiyə bildiriş göndərilməlidir. Həmin bildiriş artıq hazırdır. Sifarişçiyə bildiriş göndərəndən sonra, sifarişçi tərəfindən uyğunsuzluğu aradan qaldırandan sonra sənədlər təzədən göndərilməlidir. Bildirişi göndəriləndən sonra 15 gün ərzində sifarişçidən cavab gəlməyibsə, həmin iş baxılmamış saxlanılır. Ekspertiza prosesi zamanı həmçinin mal partiyasının mövcudluğu, malın texnoloji proseslər üzrə istehsalının və istehsal üçün avadanlıqların və şəraitin olub-olmaması da araşdırılır. Sifarişçiyə göndərilən bildirişdəki uyğunsuzluq aradan qaldırıldıqdan sonra iş üzrə ekspertiza prosesi davam etdirilir. Qeyd edək ki, işin icrası ilə bağlı statusları, yəni onun hansı mərhələdə olması ilə bağlı məlumatları mərkəzin rəsmi internet səhifəsindən istifadə edərək izləmək mümkündür. Bunun üçün müvafiq səhifədə iş nömrəsi və ya rayona görə axtarış edilməlidir. Ekspertiza prosesi yekunlaşdıqdan sonra malın mənşə ölkəsinin müəyyən edilməsi barədə ekspertiza aktı 3 nüsxədə tərtib olunur. Nüsxələrdən biri həmin akt əsasında mənşə sertifikatının hazırlanması üçün agentliyə, ikinci nüsxə sifarişçiyə təqdim edilir. Üçüncü nüsxə isə mərkəzdə saxlanılır. Hazır mənşə sertifikatını almaq üçün sifarişçi ən yaxın KOB evinə yaxınlaşmalıdır. Tələb olunduğu təqdirdə ödənişli əsaslarla sifarişçiyə malın mənşə ölkəsinin müəyyən edilməsi barədə ekspertiza aktındakı məlumatlar əsasında xarici dildə tərtib edilən sənədin verilməsi də mümkündür. Bu sənəd malların ixracı zamanı mənşə sertifikatlarında göstərilən mallar və onların mənşə meyarları barədə məlumatların təsdiq edilməsi üçün idxal ölkəsinin gömrük orqanlarına təqdim edilir. Həmçinin qeyd edək ki, mərkəz tərəfindən göstərilən xidmətlər ISO 9001 keyfiyyət idarə etmə sistemi və ISO 37001 rüşvətxorluqla mübarizə üzrə idarə etmə sistemi kimi beynəlxalq standartların tələblərinə tam uyğun şəkildə həyata keçirilir.